Salam, xoş gördük sizi əziz izləyicilər, hörmətli Dost TV izləyiciləri. Hər birinizi canlı yayımlanan Sosial Saat proqramından salamlayırıq. Hörmətli izləyicilərimiz, bugünləri Sosial Saat biraz erkən çıxıb canlı yayıma və bunun səbəbi var. Bilirsiniz, artıq Sosial Saatda biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində və alt qurumlarında agentliklərindən mətbuat konfransı olduqda birbaşa olaraq canlı yayımda bunu sizə təqdim edirik. Və hörmətli izləyicilərimiz, ölkə prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikasının sosial xidmətinin inkişafına dair 2023-2026-cı illər üçün dövlət proqramının icrası, həssas qruplara dəstək göstərilməsi işləri və 2026-cı ilin hədəfləri barədə bizə indi canlı yayımda məlumat veriləcək. Bildiyimiz kimi, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun mətbuat konfransı baş tutacaq, hörmətli izləyicilərimiz, və biz bunu Dost TV vasitəsilə canlı yayımlamış olacağıq. Ardınca isə Sosial Saat olacaq və artıq əməkdaşlarımız qeyd edirlər ki, bu dəqiqələrdə mətbuat konfransı başlamaq üzrədir. Biz birbaşa olaraq canlı yayım vasitəsilə Sosial Xidmətlər Agentliyinə qoşuluruq. Hörmətli media nümayəndələri, dəyərli qonaqlar, hər birinizi yenidən Sosial Xidmətlər Agentliyində görməkdən şadam. Xoş gəlmisiniz. Bugünkü görüşümüzdə biz Sosial Xidmətlər Agentliyinin 2025-ci ildə gördüyü işlər, əldə etdiyi uğurlar, Cənab Prezident İlham Əliyevin müvafiq Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında sosial xidmətlər inkişafına dair 2023-2026-cı il dövlət proqramına əsasən agentlik tərəfindən görülən işlər barədə məlumatları verəcəyik və əlavə olaraq da sonda suallarınızı cavablandıracağıq. Artıq 4 ilə yaxındır ki, fəaliyyət göstərir Sosial Xidmətlər Agentliyi və ötən dövr ərzində mühüm layihələr icra olunub agentlik tərəfindən. Bu layihələr həssas kateqoriyadan olan şəxslərin sosial rifahının artırılması məqsədi ilə mühüm işlər görülür. Hazırda bütün ölkəni əhatə edən agentliyin 12 filialı və 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir ki, həm bu filiallar və müəssisələr vasitəsilə agentlik tərəfindən səyyar, stasionar və yarım stasionar xidmətlər göstərilir. Demək olar ki, bütün yaş kateqoriyadan olan şəxslərə tərəfimizdən xidmətlər göstərilir. Ötən il ərzində hər zaman olduğu kimi Azərbaycan agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də sosial xidmətlərin göstərilməsi, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın sosial məişət şəraitinin yaxşılaşdırılması, onların mənzil, avtomobil təminatı, övladlığa götürmə, himayədar ailə və digər prioritet istiqamətlər olmuşdur. Ümumilikdə agentlik tərəfindən 6 ilə yaxın müddətdə 600 min şəxsə müxtəlif sosial xidmətlər göstərilmişdir. Bilirsiniz, Cənab Prezident İlham Əliyevin tərəfindən həssas əhali qrupundan olan vətəndaşlarımıza hər zaman xüsusi qayğı göstərilir və zəfərimizlə başa çatan 44 günlük vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən şəhidlərimizin ailəsi və müharibə ilə əlaqədar olan, əlilliyi olan şəxslərlə bağlı mühüm sosial dəstək proqramları icra olunur. Bununla bağlı məlumatları davamlı olaraq həm sizin vasitənizlə və həmçinin rəsmi səhifələrimiz vasitəsilə cəmiyyəti məlumatlandırırıq bu barədə. Bu sosial dəstək paketlərindən ən mühümlüsü isə həmin şəxslərin mənzil təminatının yaxşılaşdırılmasıdır ki, agentlik tərəfindən bugünə kimi 16 minə yaxın şəxs mənzillərlə təmin olunmuşdur. Post müharibə dövründə isə bu rəqəm 7 min nəfərdir. Ümumiyyətlə, bu dövrlər ərzində Cənab Prezidentin tapşırığına uyğun olaraq bu təminat demək olar ki, 5 dəfə artırılmışdır əvvəlki illərə nisbətdə. Bu mənzil təminatı şəhid ailələrini və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri əhatə edir. Bundan başqa müharibə ilə əlaqədar əlilliyi olan şəxslər agentlik tərəfindən avtomobillərlə təmin olunur. Bu dövr ərzində ümumiyyətlə 7700-dən çox şəxs avtomobillərlə təmin olunmuşdur ki,
Onlardan 567 nəfəri post müharibə dövründə avtomobillə təmin olunmuşdur. 2025-ci ildə Agentlik tərəfindən həmçinin imtiyazlı şəxslərin sanatoriya kurort putyovkası ilə təminatı da həyata keçirilmişdir. Sanatoriya kurort putyovkası həm müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri, həm şəhid ailələrini və həmçinin digər əlilliyi olan şəxsləri əhatə edir və 2025-ci ildə 1620 imtiyazlı şəxs sanatoriya kurort putyovkası ilə təmin olunmuşdur ki, onların içində şəhid ailələrimiz də vardır. Ümumiyyətlə, Agentlik yarandığı dövr ərzində, yarandığı dövrdən bu günə kimi 14 min imtiyazlı şəxs sanatoriya kurort putyovkaları ilə təmin olunmuşdur. Eləcə də 2025-ci il ərzində 2092 nəfər şəhid ailə üzvü şəhid ailəsi vəsiqəsi ilə Agentlik tərəfindən təmin olunmuşdur. Bu təminat həm Agentliyin filialları və həmçinin Dost Agentliyin filialları tərəfindən həyata keçirilmişdir. Ümumilikdə isə 17.168 nəfər şəhid ailəsi üzvü vəsiqəsi ilə təmin olunmuşdur. Agentlik tərəfindən əmək veteranı vəsiqəsi də imtiyazlı şəxslərə verilir. Əmək veteranı adı və vəsiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlarımıza, kişilərdə bu 40 ildən artıq, qadınlarda isə 30 ildən artıq əmək stajı olduqda verilir. Ötən il bu qabildən olan 245 imtiyazlı vətəndaşımıza əmək veteranı adı və vəsiqəsi verilmişdir. Eləcə də imtiyazlı şəxslərin, həssas əhali qrupuna olan şəxslərin dəstək məqsədi ilə onların maddi məişət şəraitinin yaxşılaşdırılması ilə onlara müxtəlif məbləğdə maddi yardımlar da verilir. Ötən il ərzində də 24 mindən çox şəxs maddi yardımlarla təmin olunmuşdur. Agentlik tərəfindən 2025-ci ildə həm səyyar, həm yarım stasionar sosial xidmətlər göstərilməsi istiqamətində də uğurlar əldə olunub. Agentlik tərəfindən əmək qabiliyyəti qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə səyyar xidmət göstərilir. Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən ötən ilin ərzində 2969 nəfər qadın, 919 nəfər kişi olmaqla ümumilikdə 3888 nəfərə evdə sosial məişət xidməti göstərilmişdir. Xidmət göstərilən vətəndaşlardan 3595 nəfər ahıl şəxs, 293 nəfər isə yaşı 70-dən aşağı olan şəxslərdir. Xidmətdə olan ən yaşlı vətəndaşımız isə 102 yaşı var. Görürsünüz, Nina Vasilyevna Yevpasova, onun 102 yaşı var. Artıq 37 ildir ona evdə sosial məişət xidməti göstərilir. Ən, belə deyək, cavan xidmətdə olan vətəndaşımız isə Sumqayıt şəhər sakini 31 yaşlı Vəfa Rəsulovadır. O da 2024-dən Agentlik tərəfindən xidmət göstərilir. Xidmətdə olan şəxslərin arasında şəhid ailə üzvləri də var ki, onlara da Agentliyin əməkdaşları tərəfindən sosial məişət xidməti göstərilir. Həmin şəhid ailələri Sumqayıt, Ağsu, Göyçay, Ağstafa, Gədəbəy, Şirvan, Goranboy, Mingəçevir, Naftalan, Quba, Hacıqabul və digər şəhər və rayonlarda yaşayırlar. Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigar evlərinə gedərək onların ev təsərrüfatlarında əsas tələbat mallarının alınmasında və digər ev işlərində onlara kömək göstərirlər. Sosial Xidmətlər Agentliyi həmçinin Ədliyyə Nazirinin penitensiar xidmət və probasiya xidməti ilə də birgə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində müvafiq kateqoriya olan vətəndaşlarımıza da müxtəlif sosial xidmətlər göstərilir. Bu kateqoriyadan olan şəxslərin sosial mühitə adaptasiyasının və onlar tərəfindən törədə biləcək residivist cinayətlərin qarşısı alınması üçün sosial reabilitasiya yönümlü fəaliyyət həyata keçirilir. Riskli keys kimi dəyərləndirilən şəxslərə isə sosial hüquqi, sosial psixoloji və sosial məsləhət yardımı göstərilir. 2025-ci il ərzində ümumilikdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 480 nəfərin qiymətləndirilməsi aparılıb
Onlardan 73 nəfər ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan şəxslər olub. Azad edilmiş şəxslərdən 3 nəfəri müvəqqəti olaraq agentliyin penitensiar müəssisələrdən cəza cəmiyyətindən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzinə yerləşdirilmişdir. Agentlik əməkdaşları tərəfindən penitensiar xidmətin 22 cəza çəkmə müəssisəsində və 3 istintaq təcridxanasında 388 nəfər qiymətləndirilməsi aparılıb. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 nəfər yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılmışdır. Sosial Xidmətlər Agentliyi və Penitensiar Xidmət Birgə əməkdaşlığı çərçivəsində 16 saylı cəza çəkmə müəssisəsində sosial-psixoloji kabinet yaradılmışdır, fəaliyyət göstərir. Həmin kabinet vasitəsilə 2025-ci ildə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış 82 nəfər məhkumla şəxslə ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb. Gələcəkdə bu kimi sosial-psixoloji kabinetlərin sayının artırılaraq digər müəssisələri əhatə etməsi nəzərdə tutulmuşdur. 4 saylı cəza çəkmə müəssisəsində isə 3 yaşına da uşağı olan məhkum qadınlarla, eləcə də bir nəfər Şirnaka vətəndaşı ilə miqrant məhkumla sosial-psixoloji adaptasiya işi aparılmışdır. Həmçinin 2025-ci il ərzində şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından azad edilmiş şəxslərin cəza çəkməsi təxirə salınmış 373 nəfərin qiymətləndirmə prosesi aparılmışdır. Onlardan 11-i ölkə başçısının əfv sərəncamı ilə cəza çəkməkdən azad edilən şəxslər olmuşdur. Qiymətləndirmə nəticəsində 65 nəfərə sosial hüquqi xidmətlər göstərilmişdir. Qeyd etdiyim kateqoriyadan olan şəxslərdən 4 yenilənmə sosial adaptasiya və peşə sahibi olmaları məqsədi ilə agentliyin sosial xidmət müəssisəsində peşə kurslarına cəlb olunmuşdur. Onlardan 3 nəfəri artıq peşə kursunu bitirib müvafiq sertifikatla təmin olunmuşdur. Digər bir nəfər isə hazırda peşə kursu öyrənir. Göstərdiyimiz xidmət sosial xidmət növlərindən biri də sosial hüquqi xidmətlərdir. Sosial hüquqi xidmətlər hüquqi yardım göstərilməsi, şəxsin hüquqlarının qorunmasına yönəldilmişdir. Agentliyin regional filialları tərəfindən 2025-ci il ərzində 369 nəfər qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərilmişdir. Artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyinin yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyi də ilə də Sosial Xidmətlər Agentliyinin əməkdaşlığı davam edir. Bu, təhsildə sosial iş proqramı çərçivəsində həyata keçirilir. Bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması, onların sosial-psixoloji iş həyata keçirilir. Təhsildə sosial iş xidməti məktəblərə, onların ailələrinə sosial xidmət məktəblilərə və onların ailələrinə sosial xidmət göstərməklə uşaqların sosial uğurlarının dəstəklənməsini, onların müdafiəsinin təmin edilməsini, uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığının qarşısının alınmasını, həmçinin bu sahədə məlumatlandırılmanın həyata keçirilməsini təmin edir. 2025-ci il ərzində agentliyin sosial işçiləri tərəfindən 414 yeni olmaqla ümumilikdə 685 məktəbə səfər edilib, əməkdaşlıq çərçivəsində səfər etdiyimiz məktəblərin sayı 1140-a çatdırılmışdır. Qeyd edilən dövr ərzində 1392 uşaqla məktəbdə ilkin qiymətləndirilməsi aparılıb, vəziyyəti daha riskli hesab olunan 320 uşaq ailələrinə səfər edilərək təfsilatı qiymətləndirmə həyata keçirilmişdir. Nəticədə uşaqların ailə ilə sosial yönlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa olunmuşdur. Baxımsız, kimsəsiz uşaqlar agentliyin uşaq evi sosial xidmət müəssisələrinə yerləşdirilib, uşaqlardan bəziləri fərdi təhsilə yönləndirilmişdir. Eləcə də uğurlarımız arasında loqopedə yönləndirilərək müsbət nəticə əldə etdiyimiz uşaqlarımız da vardır. Təhsildə sosial iş xidməti çərçivəsində 142 ailəyə fərdi inkişaf planı hazırlanmışdır. Həssas əhali qruplarının sosial müdafiəsi, sosial xidmətlər sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə atılan mühüm addımlardan biri kimi də agentliyin sosial xidmət mərkəzlərinin fəaliyyətini qeyd etmək olar. Artıq bu cür sosial xidmət mərkəzlərinin sayı 6-ya çatdırılmışdır.
Mərkəzlərdə uşaqlar üçün fərdi və qrup şəkildə sosial reabilitasiya xidmətləri təşkil edilir. Onların valideynləri müvafiq təlimlərə cəlb olunur. Həmçinin reabilitasiya proqramına cəlb olunan uşaqların inklüziyasına dəstək məqsədi ilə müxtəlif mədəni kütləvi tədbirlər həyata keçirilir. Sosiallaşmaları üçün isə müxtəlif ekskursiyalar və səfərlər təşkil olunur. 2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilmişdir. Onlardan 622 nəfəri uşaqlardır. Mərkəzlərin xidmətlərindən yararlanan şəxslər üçün il ərzində keçirilən 95 maarifləndirici təlim və inklüziv mədəni tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə 1686 nəfər iştirak etmişdir. Eləcə də 274 nəfərə sosial məsləhət yardımı göstərilmişdir. Xidmətlərdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin filiallarına və dost mərkəzlərinə müraciət edə bilər. Bu il isə daha belə 4 sosial xidmət mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bunlar Hacıqabul və Göyçay rayonlarında, Bakı şəhərində isə Xəzər və Xətai rayonlarında fəaliyyət göstərəcəkdir. Xarici ölkələrdən münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı sazişlər çərçivəsində readmisiya və deportasiya edilmiş şəxslər agentlik tərəfindən ilkin sığınacağa yerləşdirilir. Bu da onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün həyata keçirilir. 2025-ci ildə Suriya Ərəb Respublikasından, Rusiya Federasiyasından və Fələstindən 37 vətəndaşımız ölkəyə deportasiyası həyata keçirilmişdir. Onların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədi ilə işlər aparılmışdır. İl ərzində isə ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınır və müvafiq dəstək tədbirləri həyata keçirilir. Hazırda bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlər təmin edilməsi işləri davam etdirilir. Sosial Xidmətlər Agentliyinin tabeliyində müəssisələr vasitəsilə də stasionar həm də yarım stasionar sosial xidmətlər göstərilir. Agentliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, əlilliyi olan şəxslərin peşə əmək reabilitasiya mərkəzi, insan alveri qurbanlarına yardım mərkəzi, uşaq evləri və digər sosial xidmət müəssisələri fəaliyyət göstərir. Və bu agentliyin tabeliyində stasionar və yarım stasionar formada fəaliyyət göstərən 21 sosial xidmət müəssisəsində həssas əhali qrupundan olan şəxslərə sosial məişət, həmçinin sosial psixoloji, tibbi sosial və sosial pedaqoji və sosial hüquqi xidmətlər göstərilir. 2025-ci ildə 21 sosial xidmət müəssisəmizdə 3308 nəfərə sosial xidmət göstərilmişdir ki, onlardan 2826 nəfəri stasionar, 482 nəfəri isə yarım stasionar xidmətlər olmuşdur. Onlardan 566 nəfəri isə uşaq evlərində dövlət qayğısı ilə əhatə olunmuşdur. Müəssisələrimizdə reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Sakinlər üçün fərdi qayğı planlarının təkmilləşdirilməsi, xidmətlərə dair innovativ yanaşmalar tətbiq olunması məqsədilə müvafiq tədbirlər görülür. Agentliyin uşaq evi sosial xidmət müəssisəsində isə müasir standartlara uyğun sosial xidmətin təşkil edilməsi üçün işlər görülür. Uşaqların təhlükəsiz qayğı mühiti ilə əhatə olunması üçün lazımi tədbirlər həyata keçirilir. Bir müddətdir ki, uşaq evi sosial xidmət müəssisələrində müəssisə əsaslı qayğıdan ailə mühitinə yaxın alternativ qayğı modelinə keçid prosesinə başlanılıb. Artıq bir saylı uşaq evi sosial xidmət müəssisəsinin ailə tipli kiçik qrup ev
qayğı modelinə transformasiyası istiqamətində işlər görülür. Belə ki, ailə tipli qayğı modelinə uşaqlar həyat bacarıqlarına daha yaxşı yiyələnərək böyüyürlər. Bununla yanaşı uşaqların müəssisəyə düşməsinin qarşısı alınması, həssas əhali kateqoriyasında olan uşaqların psixososial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası və ailələrə psixososial dəstəyin gücləndirilməsi məqsədilə daim fəaliyyət göstərən gün ərzı qayğı mərkəzlərimiz də var. Agentliyin 50 olan uşaqlar üçün müəyyən edilmiş uşaqlar üçün sosial xidmət müəssisələrinin nəzdində yarımstasionar formada gün ərzı qayğı mərkəzi fəaliyyət göstərir ki, hazırda həmin gün ərzı qayğı mərkəzində 44 uşağa sosial xidmət göstərilir. Agentliyin Bakı, Gəncə, Şamaxı və Göygöldə psixoloji sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələr vasitəsilə ötən il xüsusi qayğıya ehtiyacı olan 650 nəfərə stasionar formada sosial xidmət göstərilmişdir. Hər il olduğu kimi bu ildə müəssisələrimizin yaşayan ən yaşlı sakinlərimizin adını qeyd etmək istərdim. Ən yaşlı sakinlərimiz əlbəttə ki, Ahıllar Evi sosial xidmət müəssisəmizdə yaşayırlar. Hazırda müəssisədə yaşayan ən yaşlı sakinlərimiz 93 yaşlı ağlımız Zəminə Cəbrayılova, Bahadır Məmmədlidir. Hər iki ağlımız özlərini yaxşı hiss edir. Onlara və digər sakinlərimiz müəssisələrimizdə bütün lazımi xidmətlər göstərilir və burada dövlət hər tərəfli qayğısı ilə əhatə olunmuşdular. 1 noyabr 2019-cu ildən övladlığa götürmə sahəsində idarəetmə, əmək və əhali sosial müdafiəsi Nazirliyinə həvalə olunmuşdur. Bu fəaliyyət təkmilləşdirilərək yeni müasir idarəetmə mexanizmi yaradılmışdır. Övladlığa götürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunmuşdur. 2023-cü ilin noyabr ayından Azərbaycanda Himayədar Ailə İnstitutunun tətbiqinə başlanılıb. Himayədar ailə qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Bu model valideyn himayəsindən məhrum olmuş uşaqların qısa və uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını təmin edir. Eyni zamanda Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısı alınmasıdır. Hər iki xidmətlə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqlar Himayədar ailə və övladlığa götürmə alt sisteminə müraciət etməklə həyata keçirilir. 2019-cu ildən bu günədək 818 uşaq övladlığa verilmişdir. Onlardan 412-si oğlan, 406-sı isə qızdır. Himayədar ailə modeli tətbiq olunduqdan sonra isə 75 uşaq Himayədar ailəyə verilmişdir. Ötən il övladlığa verilən uşaqların sayı 149 olmuşdur. Onlardan 71-i qız, 78-i isə oğlandır. Övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildə bu günədək ümumiyyətlə 4 əcnəbi vətəndaşlığı olmayan şəxslərə verilmişdir. 2025-ci il ərzində agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində davamlı işləri həyata keçirilir. Belə ki, gatekeeping prosesi çərçivəsində 975 uşaq fərdi inkişaf planı hazırlanıb, il ərzində daxil olmuş müraciətlər əsasında 296 uşağın müəssisəyə yerləşdirilməsinə, 275 uşağın isə ailə himayəsində saxlanması ilə bağlı qərar verilmişdir. 176 valideyn himayəsindən məhrum olmuş şəxs müəssisədən ailə himayəsinə qaytarılmışdır. Agentlik tərəfindən Sosial Xidmətlər Agentliyin sifarişi ilə müxtəlif ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir. Ötən il 140 belə layihə icra olunmuşdur. Bu layihələr əsasında gün ərzı qayğı mərkəzi, icma əsaslı reabilitasiya mərkəzi, digər sosial xidmət mərkəzləri fəaliyyət göstərmişdir. Gün ərzı qayğı mərkəzimiz 30 rayonda fəaliyyət göstərmişdir. Onların hər birində 30 uşaq xidmət göstərilmişdir. Reabilitasiya xidmət mərkəzlərində isə hər uşağa 50 hər müəssisədə 50 uşağa xidmət göstərilib, 27 belə mərkəzimiz fəaliyyət göstərmişdir. Bunlar demək olar ki, bütün əksəriyyəti bölgələrdə xidmətlər göstərilmişdir.
Qeyd olunan mərkəzlərdə 50 olan uşaqlara sosial-psixoloji reabilitasiya xidməti göstərilmişdir. Bu xidmətlər çərçivəsində uşaqlara fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilib. Həmçinin onların sosial ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı istiqamətində işlər görülmüşdür. Mütəmadi olaraq icra olunan layihələrimizin əsas məqsədi əlilliyi olan uşaqların reabilitasiya xidmətləri ilə əhatə olunaraq cəmiyyətə inteqrasiyası olunmasıdır. Daha bir layihəmiz isə ahıllar üçün günərzi qayğı mərkəzidir. Ötən il 5 rayon və şəhərdə bu cür günərzi qayğı mərkəzi fəaliyyət göstərmişdir və hər günərzi qayğı mərkəzimizdə 30 ahıla günərzi xidmətləri göstərilmişdir. Agentliyin sosial sifarişi ilə yeni rəqəmsal layihələr də icra olunur. 2025-ci ildə start verdiyimiz layihələr disleksiya və ergoterapiya mobil tətbiqi və web səhifələridir. Disleksiya uşaqlara dəstək məqsədi ilə yaradılan elektron platforma vasitəsilə valideynlər dislektik övladlarının öyrənmə çətinliyi ilə bağlı vəziyyətini dəyərləndirə və video çarxlar əldə edərək uşaqlara reabilitasiya xidməti göstərə bilirlər. Ergoterapiya layihəsi isə xüsusi qayğıya ehtiyacı olan uşaqların gündəlik həyatını inkişaf etdirmək və onların keyfiyyətini artırmaq məqsədi daşıyır. Qeyd edim ki, agentliyin sifarişi ilə icra olunan layihələrdən bəziləri 2025-ci ildə Milli İnternet mükafatlarına layiq görülmüşdür. Unudulmazlar layihəsi cəmiyyət və inklüziv üçün texnologiyalar nominasiyası üzrə Net Milli İnternet mükafatına layiq görülüb. Milli İnternet mükafatı Milli Net 2025-ci ildə təqdim etmə mərasimində isə agentliyin övladını tanı mobil tətbiqi ilin innovasiya həlli nominasiyasında 2-ci yer, Tiflo TV mobil tətbiqi isə ilin informasiya resursu nominasiyasında 2-ci yer layiq görülmüşdür. Layihələrimizin belə platformalarda uğur qazanması bir daha göstərir ki, həssas kateqoriyada olan şəxslərin ehtiyaclarına uyğun hazırlanmış rəqəmsal həllər onların cəmiyyətə inteqrasiyasını gücləndirir və məlumat və xidmətlərə çıxış imkanlarını genişləndirir. Ötən dövrdə ümumilikdə agentlik tərəfindən 9 web səhifə və mobil tətbiq hazırlanaraq vətəndaşlarımızın istifadəsinə verilmişdir. Artıq 4 ildir icra olunan layihələrimiz çərçivəsində Ukraynadan müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını həyata keçirilməsidir. Ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan olan 132, 120 uşaq və 12 müşahidəçi ölkəmizə gətirilərək reabilitasiya xidmətinə cəlb olunub. Uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, yoga məşğələləri, psixososial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunmuşdular. Ümumiyyətlə 2022-ci ildən bu günə də 360 Ukraynalı uşaq ölkəmizə reabilitasiya xidmətindən yararlanmışdır. 2025-ci il ərzində agentliyi müxtəlif məsələlər üzrə 101 mindən çox vətəndaş müraciət qəbul edilmişdir. Agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən 9255 nəfər rəhbər vəzifəli şəxslərinin qəbul olunmuşdur. Həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarım stasionar xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması xüsusi əhəmiyyət verilir. Bu məqsədlə sosial xidmətlər üzrə mütəxəssis hazırlığı da həyata keçirən ali təhsil müəssisələri ilə də əməkdaşlıq edir və ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm veririk. Sosial iş, psixologiya və digər ixtisaslarda təhsil alan universitet tələbələri ilə üçün birgə təlimlər, müvafiq sahələr üzrə istehsalat və elmi tədqiqat təcrübələri proqramların təşkilində birlikdə fəaliyyət göstəririk. Eləcə də beynəlxalq və respublika səviyyəsində elmi tədbir və mühazirələrin təşkili bu kimi digər istiqamətlərdə də əməkdaşlıq edilir. Geridə qoyduğumuz ildə agentliyin aparatı, filialları və müəssisələrinə təhkim olunmuş 121 tələbənin istehsalat təcrübəsi üçün proqram təşkil edilib, onların müxtəlif struktur və bölmələrində müvafiq sahələrdə əyani bilikləri yiyələniblər. Agentlik öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra xarici ölkələrin aidiyyatı qurumları ilə təcrübə mübadiləsi aparır. Sosial xidmətlər sahəsində fəaliyyət göstərən dövlət, qurum və beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə səfərləri təşkil edilir.
Ötən il agentliyin nümayəndələri ilə Türkiyə, Rusiya, Polşa, İspaniya, İsveç və digər başqa ölkələrə səfərləri təşkil olunmuşdur. Bilirsiniz, indi də qısa hədəflərimiz barədə məlumat vermək istəyirdim. Bilirsiniz, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-26-cı illər üçün dövlət proqramı təsdiq olunub. Bu isə sözsüz ölkəmizdə sosial xidmətin sisteminin yeni inkişaf mərhələsinə keçid deməkdir. Biz də fəaliyyətimizdə bu proqrama uyğun olaraq davam edirik. Sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlığının və keyfiyyətli xidmət əlçatanlığının təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin, həssas əhali qruplarının göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətin artması bizim üçün çox vacibdir. Sosial xidmət mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi hazırda əsas prioritet məqsədlərimizdəndir. Qeyd etdiyim kimi, bu sosial xidmətlər mərkəzinin sayı bu il artıq 10-a çatdırılacaq. Həmçinin dövlət himayəsində olan uşaqların müəssisə əsaslı xidmətlərdən ailə əsaslı xidmətlərə yönlənməsi, müəssisələrin tədricən ailə tipli kiçik qrup ev modelinə transformasiyası işləri davam etdirilir. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid ailələri, müharibə əlilləri və imtiyazlı kateqoriyadan digər şəxslərin mənzil təminatında işləri davam etdirilir. Bu proses 2021-30-cu illəri əhatə edir. Bununla yanaşı minik avtomobillərinə tibbi göstəriş veriləcək şəxslərin də cari il ərzində avtomobillərlə təminatı öz həllini tapacaqdır. Agentliyin əlilliyi olan şəxslərin peşə reabilitasiya mərkəzinin fəaliyyətinin genişləndirilməsi 2026-cı ildə qarşıda duran hədəflərdəndir. Belə ki, mərkəzdə daha 2 peşənin imtiyazlı şəxslərə öyrədilməsi nəzərdə tutulmuşdur. Sosial sifarişlər çərçivəsində təşkil olunan əlilliyi müəyyən edilmiş uşaqların sosial reabilitasiya mərkəzlərinin, uşaq və ahıllar üçün günərci qayğı mərkəzlərinin və digər sosial layihələrin də sayının artırılması nəzərdə tutulmuşdur. Respublikanın müxtəlif şəhər və rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər və insan alveri qurbanları üçün də sosial reabilitasiya mərkəzlərinin təşkili növbəti ildə davam etdiriləcəkdir. Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, onların beynəlxalq yarışlarda dəstək göstərilməsi, vətən müharibəsi əlillərinə, iştirakçılarına və şəhid övladlarına, bir sözlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza sosial xidmət göstərilməsi sahəsində fəaliyyətimizi daha da genişləndirməyi düşünürük. 2026-cı ildə 240 uşağın valideyn himayəsindən məhrum olmuş uşağın müəssisədən ailəyə himayəsinə qaytarılması nəzərdə tutulmuşdur. Eyni zamanda bu il 220 uşağın müəssisəyə düşməsinin qarşısı alınması istiqamətində işlər aparılır. Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş 50 uşağın himayədar ailəyə yerləşdirilməsi nəzərdə tutmuşuq. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır. Ötən ilin sonlarında agentlik tərəfindən 2 mühüm layihənin icrasına başlanılıb. Bunlar sosial xidmət xəritəsi və sosial işin idarə olunması elektron sistemdir. Bu rəqəmsal həllər Sosial Xidmətlər Agentliyinin və Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə əməyi nəticəsində hazırlanıb istifadəyə verilib. Şəffaflıq, əlçatanlıq və səmərəliliyin daha artırılması məqsədi daşıyan sosial xidmət xəritəsi ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal platformada cəmləyir və bu xidmətlərin coğrafi yerləşməsini interaktiv xəritə üzərindən vizual şəkildə təqdim edir. İstifadəçilər üçün xəritə üzərindən xidmət növləri üzrə axtarış aparmaq, yaşadıkları əraziyə uyğun sosial xidmət müəssisəsi və mərkəzi, icra olunan sosial layihələr, eləcə də inklüziv və mədəni tədbirlər barədə ətraflı məlumat əldə etmək, həmçinin birbaşa müraciət etmək imkanı yaradılmışdır. Sosial xidmətlər xəritəsi yaratdığı imkanlardan faydalanmaq istəyən şəxslər e-sosial portalına daxil olaraq maraqlandıqları müvafiq istiqamətlər üzrə seçim edə bilərlər. Bu platformanın məqsədi sosial xidmətlərə ehtiyacı olan əsas əhali qrupundan üçün vaxt ikisinin və əlavə müraciət prosedurunun minimuma endirilməsidir. Növbəti mərhələdə xəritənin funksional imkanlarının genişləndirilməsi və yeni xidmət istiqamətləri əlavə edilməsi, aidiyyəti qurumların inteqrasiyasının genişləndirilməsi nəzərdə tutulmuşdur.
Sosial işin idarə olunması elektron sistemi isə sosial xidmətlərin daha səmərəli və vahid yanaşma əsasında təşkili, bu xidmətlərə ehtiyacı duyan şəxslər və ailələr aparılan sosial iş prosesinin optimallaşdırılması məqsədi daşıyır. Bu elektron sistem sosial xidmət sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və sosial xidmətin göstərilməsi üçün zəruri şəxslərin tələbatlarının qurumlar arasında məlumat mübadiləsinin nəticəsində xidmət göstərilməsinin operativliyinə imkan yaradır. 2025-ci il fəaliyyəti və növbəti hədəflər barədə demək istədiyimiz bu qədər. Hər biriniz üçün təşəkkür edirəm. Sizi maraqlandıran suallar varsa cavab verə bilərəm. Üçüncü sualımızda sosyal hizmetler agenliği sünniyelikle bağlı hansı yani onun faaliyeti ve sünniyelik eğitim tecrübe göstericilerini paylaştınız. Qeyd etdiyim əlilliyi olan şəxslərin peşə reabilitasiya mərkəzində iki peşə, fotoqrafiya və elektron avadanlıqların təmiri nəzərdə tutulub. Həmçinin orada əvvəllər 15-29 yaş uşaqlar qəbul olunurdu. Artıq nizamnamada müvafiq dəyişiklik edilməklə bu yaş həddində artırılması nəzərdə tutulub. İkinci sualla bağlı, övladlığa götürməklə bağlı isə bütün bölgələrdən müraciət olunur. Yəni tam hansı bölgədə üstünlük vermək biraz çətinlik, yəni bu barədə verə bilməyəcəm, amma demək olar ki, bütün bölgələrə əhatə edilir. Bizdə müraciət elektron olduğuna görə istənilən vətəndaş istənilən yerdə müraciət edə bilər. Üçüncü sualla da bağlı, bəli, bütün hər yerdə olduğu kimi biz də bu sahədə müvafiq işlər aparırıq. Yəni uğurlarımız olduqca sizə bu barədə məlumat verəcəyik. Bəli, ümumiyyətlə hər il qeyd etdim, müvafiq Cənab Prezidentin imzaladığı sərəncamla müvafiq dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində həm müharibə ilə əlaqədar olan əlilliyi olan şəxslər, şəhid ailələri mənzillərlə təmin olunacaq. Proses davam edir və növbədə olan bütün şəxslərimizin, bu həm müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri, Çernobil AES-də qəzanın aradan qaldırılmasında əlil olmuş şəxsləri əhatə edir. Yaxın vaxtlarda artıq yeni 2026-cı nəzərdə tutduğumuz mənzillərin verilməsinə başlayacağıq. İşləmirəm. Ötən il neçə ağıl şəxs qocalar evinə yerləşdirilib? Ümumiyyətlə, bu proses davamlıdır və hər il neçə ahıl, bu da barədə məlumat verə bilməyəcəm, amma 200-dən çox ahıl şəxs bugün sosial xidmət müəssisəmizdə yaşayır və hər bir müraciət qiymətləndirilir və ona uyğun olaraq müəssisəyə yerləşdirilir və ümumiyyətlə biz agentlik olaraq həm ahıl şəxslərin, həm uşaqların dövlət müəssisələrinin düşməsinin qarşılanması üçün alternativ proqramlar da həyata keçirir. Qeyd etdiyim gün ərzı qayğı mərkəzləri, bu həm uşaqları, həm böyükləri əhatə edir, ahılları əhatə edir. Amma bu xidmətlərdən yararlana bilməyən şəxslər isə müəssisələrə yerləşdirilir. Bu say barədə ətraflı verir. Ahıl şəxslər. Bəli, Ümumi Respublika üzrə bir ahıllar evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir və hazırda oldu. Çox sağ olun. Təşəkkür ederim.
Əziz izləyicilərimiz, qeyd edək ki, biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun mətbuat konfransını izlədik. Bir neçə dəqiqədən sonra Sosial Saatda qonağımız Dost İnklüziv